Elektrik enerjisi zəif verilir, xətlərdə tez-tez qısa qapanmalar olur. Söhbət Səbail rayonu Neftçi Qurban 124 ünvanında yerləşən mənzillərdən gedir. Burada köhnə həyət evlərində yaşayan sakinlər iddia edirlər ki, problem səbəbindən elektriklə işləyən avadanlıqları sıradan çıxır. İşıqlarımız çox bərbad haldadır. Kondisionerlərimiz, paltaryanımız xarab olub, neçə yerə müraciət eləmişik. Düzdür, gəliblər monitörlər, baxıblar, götürüblər. Bunu tapmağa imkan yoxdur deyir. Bu kabellər dəyişilməlidir. Gəlirlər, gedirlər, amma əncam qıla bilmirlər. Evlər hamısı bir-birinə yaxındır, sıxdır. Bir hadisə olsa gecə hamı yatır. Biz buradan çıxa bilməyəcəyik. Sakinlər deyirlər ki, bu problem qış aylarından bəri davam edir. Во многих квартирах мигает. Hardasa qısa qapanma baş verib. İndi bir çox mənzildə işıq yanıb sönür. Bu vəziyyətdə yanğın baş verə bilər. Hər yerdə qaz boruları var. Kabellər səliqəsiz formada çöldən asılıb və heç kim fikir vermir. Проходит общий, никто же не будет туда лазить. Sakinlərdən bəziləri deyir ki, elektrik enerjisinin verilməsində yaranan problemin səbəbi yaxınlıqdakı yaşayış binasında təmir işlərinin aparılmasıdır. Mən gəlmişəm, mənim görürüm televizorum yanıb, təzə televizor idi. İşıq marqa nədir? Yanır, sönür də belə tərpənir. Mümkün deyil yəni. Mən rayonda 2 il işlədim, mən belə şey görmədim. Burada bina tikirlər, o bizim liniyaya qoşulur. İstəyimiz odur ki, işıqlarımız yansın. Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq. Şəbnəm Qurbansoy, Cəfər Qasımov, Xəzər xəbər.